Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə dadı dillərdə dastan olan, çox ləzzətli, hər kəsin bəyənəcəyi xan kababının ev şəraitində necə hazırlayırlarsa onu paylaşmaq istəyirəm. Videoyu keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı yuxarı əl işarəsini, yəni like düyməsini basmağı unutmayın. Bununla siz mənim kanalıma çox böyük dəstək olmuş olarsınız. İndi isə keçək hazırlanma qaydasına. Öncəliklə qeyd edim ki, xan kababı qoyunun, quzunun içalatından və iç piyindən hazırlanır. Mən bugün quzunun, yəni içalatından hazırlamasını göstərəcəm. Bunun üçün burada məndə qaraciyər, ağciyər, böyrək və quzunun iç piyi var. İç piyi baxın belə olur, yəni bütün ət satılan marketlərdə istəsəz, yəni ala bilərsiniz. İç piyinə nəinki xan kababı, müxtəlif qəlyanaltılar hazırlamaq olur. Çox möhtəşəm də dadı olur. Allah qoysa onların hamısını sizlərlə paylaşıb göstərəcəm. Öncəliklə qaraciyəri doğrayacağım. Bunun üçün ilk öncə qaraciyərin pərdəsini çıxartmaq lazımdır ki, ət daha yumuşaq və ləzzətli olsun. Çox vaxt xanımlar ciyər bişirdikləri zaman fərqi yoxdur. İçalatıb belə hazırladıqları zaman ciyərin bu üst pərdəsini çıxartmırlar. Sonra da deyirlər ki, eyni ilə sizin kimi hazırladıq, amma çox bərk çıxdı və yaxud da rezin kimi oldu ciyər. Bir daha qeyd edirəm, ciyəri bişirdiyiniz zaman fərq etməz nə hazırlayırsınızsa ciyərdən mütləq və mütləq pərdəsini çıxardın ki, əti daha yumuşaq və ləzzətli olsun, yəni bərk olmasın. Və mən də gördüyünüz kimi ciyərin üst qabığını çıxardıram. Çox rahatdır çıxartmaq. Və pərdəsini çıxartdıqdan sonra ciyəri xırda-xırda doğrayıram. Yəni çox xırda doğramaq lazımdır. Xan kababının başqa bir növü də bağırsağın içərisinə çəkilmiş içalatı yığmaqdır. Onda yəni çox ləzzətli olur. Bir gün inşallah onu da sizinlə paylaşacağım. Amma mən bu üsulu Şəkidə çox gözəl bir məkanda yemişdim. Çox bəyənmişdim. Ona görə də necə hazırlanmasını öyrənib sizlərlə də paylaşdım. İnşallah ki, siz də hazırlayarsınız və bəyənərsiniz. Və gördüyünüz kimi ciyəri də xırda-xırda doğrayıram və bütün gördüyünüz bu içalatı tam xırda-xırda və gördüyünüz şəkildə doğrayacağım. Və doğramış içalatı bir qaba yığıram. Üzərinə 2 ədəd orta boy soğanı xırda-xırda doğrayıb əlavə edirəm. Ət maşından keçirtməyə ehtiyac yoxdur. Soğanı xırda-xırda doğrayın ki, soğan bişdiyi zaman acısını çıxartmasın ətə. Və duzunu, istiotunu vururam və salam. Başqa heç nə qatılmır bu, yəni xan kababının içərisinə. Sadəcə soğan, içalatın özü, duz, istiot qatılır. Və qatışdırdıqdan sonra içliyi qoyuram bir kənara. Qoyunun iç piyini istəyərsinizsə bölüb xırda-xırda bükə bilərsiniz dolma kimi, istəyərsinizsə də uzun rulet şəklində bükə bilərsiniz. Mən yəni bir dənə balaca bükdüm göstərmək üçün, qalanını böyük, yəni rulet şəklində bükdüm. Bunun üçün də ilk öncə iç piyini taxtanın üzərinə qoyub və üzərindən ət döyənlə döyəcləyirəm ki, hamısı eyni bərabərlikdə olsun. İndi göstərəcəyim xırda bükdüyüm xan kababıdır. Sonra isə böyük rulet şəklində bükəcəm. Baxın, gördüyünüz kimi ət döyənin bir tərəfi ilə həm onda daha böyüyür, açılır yağ. Həm də bişdiyi zaman tökülmür içərisindən. Yəni içərisində hamısı bir səliqəli şəkildə qalır. Və döyəclədikdən sonra içlikdən bir qədər götürüb piyin üzərindən yəni əlavə edirəm, belə gördüyünüz şəkildə və dolma şəklində büküb soba listinə yerləşdirirəm. Mən soba listində hazırlayacağam ev şəraitində, amma xan kababını manqalda, əgər imkan varsa manqalda hazırlasanız möhtəşəm olur. Setkanın içərisinə yığırsınız,
çox ləzzətli olur. O kömürün iyində, yəni çox gözəl dadı olurdu, amma evdə də çox ləzzətli olacaqdı. Yəni bunu əminliklə deyirəm sizə. Və kababları soba listinə yerləşdirirəm. Əvvəlcədən qızdırılmış 240 dərəcəli sobada alt üst rejimdə 1 saat ərzində bişirirəm. Yəni üzəri tam bu şəkildə nar kimi qızarana qədər bişirirəm. Və 1 saat mənim sobamda pişdi. Gördüyünüz kimi nar kimi qızarıbdı. İyini, yəni ətrini sizə söz eləməyə ehtiyac yoxdur. Yəqin ki, artıq bəllidir bu möhtəşəm yeməyin ətri hər kəsə. Süfrəyə qarnir etdiyiniz zaman yanında istədiyiniz bir, yəni qarnir hazırlaya bilərsiniz. Aş da ola bilər, qreçka da ola bilər, kartof qızartması da ola bilər, püre də ola bilər. Mən bugün kartof qızartması istədiyim üçün də məhz kartofla süfrəyə təqdim elədim və indi içində kəsib göstərəcəm sizə. Amma bir məsələni də qeyd edeyim ki, əgər siz evdə bu xan kababını hazırlasanız, onda mütləq isti-isti süfrəyə təqdim eləyib, yəni isti-isti də yeyilməlidir ki, qaldıqda, yəni iç piyindən hazırlandığı üçün donur. Ona görə mütləq və mütləq isti-isti yeyilməlidir. Ona görə bunu nəzərə alın, çünki qaldığı zaman donur. Dadı möhtəşəmdir. Hazırlayın, inanın dadından doymayacaqsınız. Elə biləcəksiniz ki, manqalda bişən kababı ilə məhz süfrəvizə gətirmisiniz. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanında qalmasın inşallah. Allah heç bir ata-ananı evladı qarşısında yeməklə, çörəklə sınağa çəkməsin. Amin deyirəm. Abunə olub like etməyi unutmayın. Şərh yazmağı unutmayın. Sağ olun, salamatla qalın.